Hər vaxtınız xeyir olsun. Bir daha xoş gördük. Bildiyiniz kimi Şahmat Salman bu yaxınlarda Tovuz rayonunda oldu. Doktor qardaşımızla görüşdük. Qazaxdan getdik Tovuza. Gözəl əyləndə. Sağ olsun, var olsun doktor. Sağ olsun. Allah kömək olsun. Tanrı yar və yardımcısı olsun. Deməli, həqiqətən də sadə, səmimi olandır. Sağ olsun. Oturduq, qəşəng qonaqlıq verdi. Sağ olsun, yenə bir daha qonaqlığı gözəl keçdi. Əla oldu. Bir balaca qaydanda maşınımız bir balaca nəsə belə deyək də kənd yerində bir sözlə ki yağış yağıb palçıq olmuşdu. Naqrısk oldu da bir sözlə belə deyək də. Maşın palçığa ulaşmışdı. Təsəvvür edin ki maşının yuyulmağı sağ olsun. Yenə doktor yüzü maşını. Yəni 50 qəpik kulladı. Maşını yüzü sağ olsun, sağ olsun. Yəni 50 qəpik özü kulladı, özü də yüzü. Allah köməyi olsun, əla. Sadəlik, səmiyyətçilik budur, bax. Cücələrimizin də səsi lap gözəl, belə effektlidir. Deməli, bilirsiniz nədir? İndi bax, doktorun bu maşın yumağına da baxın. Gözəl maşın yuyur doktor. Ondan sonra bax, bu paylaşıma bəyənin, xahiş edirəm. Görün nə deyirəm, Şahmat Salman. Oğuzda çimir, üzür. Ha, nətər üzür, ha. Elə bir gəmi girirdən Oğuzda. Oğuzun suyu qıraqlara yayıldı, dedilər. Nətər, belə üzə gedirəm sizə. Bu başqa aləmdir, bir sözlə ki. Bəyənin, dəyərli izləyicilər, bu Oğuzu da bəyənin. Ondan sonra bu doktor Müqəşək Moykaz, belə deyək də, Moykazın maşını yuyur, dostumuzun maşını yuyur, bayramın maşını yuyur da, belə deyək də. Buradan bayrama da salamlar, doktora da salamlar, hamıya salamlar. İzləyicilərimizin hər birine salamlar olsun. Bir də bir şey deyim ki, cəmaat oturur, yaydı da, oturur yeyirik ki, çimir, çəkiliş edir, bir sözlə ki, burada nə ayıblıq var ki, soyunursan, belə qəşək, belə, nə oldu, cəmaat belə eləyəndə, qadın soyunanda qadına demirsiniz, kişi soyunanda deyirsiniz ki, yeyib içirik, sonra da soyunub gedib çimirik, qolumuzda çimirik, dənizdə gedə bilmirik, belə deyək də, çayda çimə bilmirəm, axarıq var belə. Oğuzda da tərtəmiz, belə qəşək bir istiqamətini göstərdi, sağ olsun, doktor ondan sonra rahat girdim, çimdim. Burada nə ayıblıq var ki, bir nəfər düz deyib, belə təhqir eləmir, tənqidi fikrini bildirir, deyil içir, yeyil içirtilmiş olsun. Amma ekranda soyunmaq nə nümayəbdir belə. Ola bilsin, indi belə deyək də, indi ola bilsin Rusiyadan baxanlar olur, belə deyək də, bir də görürsün, televizorda baxırlar. Yenə deyirəm, qadınlar baxırlarsa, üzrü saytında, belə acıqları gəlirsə, qadınlar, uşaqlar baxırsa, acıqları gəlirsə, üzrü saytınlar, yəni baxmasınlar. Düzdür, gərək onun qabaqcadan paylaşımın başlığında deyərdik ki, yəni burada yəni paltarımızı soyunub, belə, necə deyək, çimənci eləyəcək, yəni xanımlar, uşaqlar baxmasınlar. Belə, onu gərək bildirəydik, bəli. Düz deyək, baxış da yığılıb, hələ ki 208 baxış var. 14 dəqiqalıq videodur. İndi siz də bunu bəyənin. Bir sözlə ki, təşəkkür edirəm, var olun, sağlıq sağ olsun, kefiniz alınız yaxşı olsun. Bir də bir şey deyim ki, TikTok'da da bunu da deyim, TikTok'da bir çevik qardaşımız var, kısaca deyim. Sağ olsun, əla söhbət edir, əlanın əlası. Düz deyək, indi belə TikTok'da jetonum yoxdur, amma canlı açanda ekranı tıklayıram. Sizlər də mənim paylaşımı tıklayımdan, tıklamayanlar o məsələ. Sağ olun, var olun. Yaxşılar var olun. Yaxşıların başında olun. Yeyin için keyf edin.
Eylimiz obamıza qonağımız Şahmar Salmanoğlu, xoş gəlib. Salmanoğlu yok ay, Salman. Salman da ne? Oy ay, su yok da bu ne? Yo yo, eğer belə dəs oldu paltarı tullanmağa hazırıq. Kalkar, telefonla tuluyorsun abi. Gözünü yum. Vallahi des. Gagama eşk olsun. Dıxanya yoxdur la. Dıxanya yoxdur. Bu kadar tıkanıyorlar. Olay plakı. Duyuyor mu ne kadar gibi? Ay yok darın duyuyor. Ha? Darın duyuyor. Onda vura vuratma. Ola bir tane. Olay plakı. Plakan budur bak qabağındakı. Yok ayağımı tıkanmadı. Kalktım. Şimdi koy bir tane. Şimdi o tarafa. Abi ne olur? Обратно пути. Начинай, братуха. Раз, два, три. Пока хватит. Vay bu neydi? Kosun geldi. Ey Allah. Öpürəm var ola. Ağınız qolunuz var ola.